Mən nevroloq, həmçinin elektroensefalografiya üzrə mütəxəssis Jalə Qarayeva bugün sizə panik atak haqqında məlumat verəcəm. Panik atak son zamanlar çoxsaylı müraciətlər arasındadır. Panik atak nədir? Panik atak ara-ara təkrarlayan, insanı dəhşət, vahimə içərisində buraxan qorxu tutmalarıdır. Panik atak adətən 10-15 dəqiqə və pik səviyyəsi 30 dəqiqəyə qədər çəkə bilir. Sadalayacağım əlamətlərdən bir neçəsi sizdə olarsa, sizdə də panik atak ola bilər. Baş gicəllənmə, həmin an bayılacağını, öləcəyini düşünmə və yaxud ağlını itirəcəyini, dəli olacağını düşünmə, baş ağrıları, mədə-bağırsaq sistemində diskomfort, boğulma, təngi nəfəslik, sinədə ağrılar, ürək döyüntülərinin sayının artması, arterial təzyiqin ya yüksəlməsi, ya enməsi, iştahda problemlər, bəzən özünü dərk etməmə, depersonalizasiya, bəzən ətrafı dərk etməmə, derealizasiya halları baş verir. Bu əlamətlərdən bir neçəsi sizdə varsa, sizdə də panik atak ola bilər. Vaxtında mütəxəssisə müraciət etməniz vacibdir.